Qucaqlaşmağa, getdim qucaqlaşmağa. O olmamalıdır. Acaba son olarak bir cümlelik cevap istedim. Hatta bir sözden de ibaret olar. Yani bugün de o status yazsaydı o ifadeyi işlədərdiniz mi? Mən çalışdım deyib sizə, bir cümlə alınmır. Mən onu yazanda, o sözü orada yazanda, deməli evə gəldim. Evə gələndən sonra telefonumu açanda, yəni evin Wi-Fi-nə qoşulanda havaydı da, yolu çox işlətmirsən. Orada qoydum, elə gördüm ki, birdən-birə bura zət çıxdı. O tərəfdən də mən çağırdılar ki, yeməyə çəkmişik, gəl mətbəxdən. Mən durub gedəm, o qədər hissləndim. Gözüm heç nə görmürdü. Torlaşmışdı gözüm. Bu qızın adını da mən səhv oxudum orada. Yazmışdım orada Səfura. Mənə kimsə orada iştirakçıların deyir ki, Səfirə yox, Samirə. Ondan sonra qayıtdım təzədən baxdım oraya ki, Samirədir. Yəni bunun mənimlə şəxsi bir qərəzliyim yoxdur. Mən heç tanımamışam bu adamı. Mən o səhnəni gördüm, mən az qalmışdım özümlə gedən, bayılan mən ki, bu nədir? Bu nədir? Bu nə deməkdir? Bu proses nədir? Ona görə söhbət ona gedir ki, mən də başa düşürəm ki, müəyyən ifadələr varkən işlədilməsə yaxşıdır. Amma mən o hissimi çatdırmaq gözlə mənə deyir ki, bəs 2 gün bundan qabaq Bakıya gəlmişdi. Onları niyə? Ona da yazmışdım münasibət mən. Söhbət ona gedir ki, o başqa bir söhbətdir. Amma burada söhbət ona gedir ki, bu məsələnin içərisində mən çalışdım ki, nə qədər mümkündürsə çərçivəni gözləyim, amma fikrimi çatdırım ki, olmaz bu prosesə dur demək lazımdır. Söhbət ona gedir. Təşəkkür ederim. Sağ